Salam əziz dostlar, şəxsi əşyalar verilişi efirdədir. Bugün mənim qonağım tanınmış hüquqşünas, vəkil, prodüser, eyni zamanda yazar Vüsal Cəbrayıloğlu. Xoş gördük Vüsal bəy. Xoş gördük. Bir çox burada sahələr var və mən istəyirəm ki, təfərrüatı ilə Vüsal bəylə biz danışaq. Çünki o hər bir sahədə kifayət qədər uğur əldə edib və ona görə də bu layihədə onun iştirakı mənim üçün çox maraqlı idi. Və Vüsal bəy, istəyirəm öncə toxunaq Vüsal Cəbrayıloğlu. Bax bu imza ilə həm kitab yazmısınız, həm film çəkdiniz. Film məsələsində geniş toxunacağıq. Bu hardan yarandı Vüsal Cəbrayıloğlu və ümumiyyətlə Vüsal Cəbrayıloğlu kimdir? Çox sağ olun Vasif bəy. Ümumiyyətlə Cəbrayıloğlu təxəllüsünü götürmək üçün, yəni bu yaradıcılıq fəaliyyəti ilə əlaqədar mənim diqqətimi çəkən bir məsələ idi və zəruri hesab elədim. Cəbrayıloğlu yaranması ilk öncə mənim Allah belə nəzər rəhmət etsin, mərhum atamın adı da Cəbrayıloğlu və eyni zamanda mən elə özüm əslən Cəbrayıl rayonundanam və düşündüm ki, çox belə geniş araşdırmaq və yaxud nəsə axtarmaq ehtiyacı yoxdur. Elə Cəbrayıloğlu təxəllüsü məncə daha uyğun olar. Belə qərara gəldim. Geniş söhbətlərimizə keçmədən öncə bir-iki mənim ənənəvi sualım var. Bunu bütün qonaqlara verirəm. Vüsal bəyin ilk şəxsi əşyası nə olub? Və hətta deyəsən o şəxsi əşya buradadır. Bəli, buradadır. Bizim bu hazırki yəni müsahibəmiz hesab edirəm ki, elə yaradıcılıq fəaliyyəti ilə əlaqədardır, yaradıcılıqla bağlıdır. Ona görə mənim ümumiyyətlə elə az yaşlı vaxtlarımdan, gənc vaxtlarımdan da həmişə həvəsim olub çəkilişlər, ondan əlaqədar olaraq məsələn ailə tədbirləri olurdu, şəxsi tədbirlər olurdu. Orada video kamera ilə çəkilişlər apardım. Ona görə düşünürəm ki, bu əşya da Panasonic markalı. Bu necə də deməli bu 90-cı illərdən var da sizdə? Var, bəli, təxminən və dəfələrdən alınmış. Necə də elə bir ki, bu dəqiqə alınıb. O dərəcədə bax təzə qalıb və siz özünüz də qeyd edirsiniz ki, bununla bir çox çəkilişlər eləmisiniz, ailə çəkilişləri olub. Ailə tədbirlərin çəkilişləri. Maraqlıdır və bu günə qalması da həqiqətən maraqlıdır və Vüsal bəy bu verilişin tarixində bəlkə mən xatırlamıram belə bir adam olsun ki, ilk əşyasını gətirsin. Maraqlıdır. Çox sağ olun. Vüsal bəy və bəlkə də bu bir subliminal mesajdır kameranın olması. Çünki siz deyirsiniz ki, belə ailədə tədbirlər olanda çəkirdiniz və illər sonra belə oldu ki, siz film çəkdiniz. Bəli. Həqiqətən mən indi baxıram ki, buradan artıq yarandı məndə sual. Bu ideya hardan yarandı və təbii ki, roman yazmısınız detektiv janrında. Öncə roman yazıldı, sonra bunun haqqında kitab, bunun haqqında film düşündünüz. Əslində orada biraz fərqlilik var. Ümumiyyətlə bu yəni roman yazmaqdır, ssenari yazmaqdır, film çəkməkdir. Buna mənim hər zaman həvəsim olub. Belə deyək də bir özümdə içimdə olan bir istək olub, bir arzu olub və nəhayət ki, mən bunu həyata keçirməyi bacardım. İlk öncə mən əslində ssenarini yazmışdım. Yəni, bu hadisələr ki var idi, mən bu hadisələri birləşdirib, bir formatda, bir ssenarini formalaşdırmaq, sonra onun film şəklində çəkilişini həyata keçirmək, belə bir istəyim olmuşdu. İlk öncə ssenarini yazmışdım və maraqlı oldu ki, bir ssenarinin belə deyək, yazıb ərsəyə gətirdikdən sonra onun çəkilişi üçün rejissor lazımdır, deyək ki, komanda lazımdır, bəli. Və belə bir görüşlərin birisində bir yoldaş var idi, mənim çox diqqətimi çəkdi. O ssenarini mən müzakirə edirəm və hadisələrdən danışıram. Bu da kənardan dinləyirdi məni və birdən mənə qayıtdı ki,
Sizin ssenari çox gözəldir, çox maraqlıdır, amma mən bunu mütləq şəkildə kitabını görüb kitab şəklində oxumaq istəyərdim. Və doğrudan da mənim üçün çox maraqlı oldu və düşündüm ki, yəni kitab sevərlər də var, onlara da maraqlıdır. Və düşündüm elə ssenari var, məsələn bunun əsasında müəyyən bir layihə var da artıq. Mən bunu roman şəklinə, kitab şəklinə də sala bilərəm və yenidən onun üzərində bir həvəs yarandı, mən də işlədim və nəhayət ki, nəticədə biz kitab formasında onu hazırladıq, adını da qoyduq Ölümün Bəxş Etdiyi Həyat. Ölümün bəxş etdiyi həyat, amma filmdə isə ölümün verdiyi həyat adı, düzdürmü? Bəli, filmin adı Ölümün Verdiyi Həyat gedir. Çünki filmdə, elə deyək, kitabla film biraz bəli fərqlidir, tam üst-üstə düşmür də, yəni eynilik deyil. Deyək ki, məsələn, filmə baxan şəxs desin ki, düşünsün ki, kitab oxumağa ehtiyacı yoxdur, bu da yanlış fikir olar. Kitabı oxuyan şəxs desin, filmə baxmağa ehtiyac yoxdur, bu da yanlış fikir olar. Yəni, kitabın öz maraqlı məsələləri var, filmin öz maraqlı məsələləri var. Mən ümumiyyətlə bu xüsusatı hər zaman belə diqqət mərkəzində saxlamaq istəmişəm. Filmin özündən çıxan ad, yəni filmin özünə məxsus olan ad daha yaxşıdır. Məsələn, bizim bir çox filmlərimiz var. Mən sevdiyim filmlərdir. Məsələn, o filmlərin hər birisində baxıram ki, o ad filmin özündən götürülüb. Bəli, keçmiş filmlər. Hadisələrin gedişinə, bəli. Ona görə də mən də düşündüm ki, elə bu filmin adında Ölümün Verdiyi Həyat daha uygunu var. İnşallah ki, müzakirələrimizdə qeyd edəcəyik. Orada bir ölüm var və həyat verilmə məsələləri var. Ona görə də belə qərara gəldik. Burada bir məqama istədim toxunam. Bu təbii ki, sizin ilk ssenari işiniz və siz bunu real hadisələrdən götürmüsünüz, bəzi məqamları. İlk işimdir, ilk dəfədir ki, belə bir fəaliyyəti deməli həyata keçirmişəm. Ssenaridə olan məsələlər olmuş hadisələrdən götürülüb, ancaq ki, yəni belə deyim, birəbir məsələlər deyil ki, hansı ki, həyatda baş verib. Mən onu öz ideyalarım, həyat təcrübəm, deyək ki, peşəkar fəaliyyətlə əlaqədar bəzi məsələlər, əlavələr var. Çox əlavələr var və nəticə etibarilə bir neçə hadisənin birləşməsi var burada, yəni. Əslində burada bir məqamı qeyd edeyim. Ümumiyyətlə bu janrda yazan adam təbii ki, məsəl üçün sizin daha çox yazma imkanlarınız var, çünki siz proseslərin içində olmusunuz. Hüquqşünas vəkil kimi özü də qeyd etmisiniz ki, yəni onlarla insan dindirmisiniz və müxtəlif taleylər, həyat. Və biri var, bunu heç vaxt belə bir şey görməyən bir adam yaza, təxəyyüllə. Bir də var ki, siz reallığı görmüsünüz, yəni buna heç bir əlavələr, məsəl üçün belədir, bu hansısa bir real belə olub. O baxımdan bu da sizə kömək eləyir yəqin ki, yazmağa. Bəli, əlbəttə ki. Mənim ümumiyyətlə ixtisasım hüquqşünasdır. Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Təxminən bir 10 ildən çox bir müddətlə hüquqşünas kimi fəaliyyətim olub. Eyni zamanda istintaqçı kimi də fəaliyyət göstərmişəm, müstəntiq kimi və hazırda da vəkil kimi fəaliyyətim var. Demək olar ki, elə gündəlik həyatımızda bax bu kimi hadisələr görürük də, eşidirik də, istintaq orqanlarına gedirik, məhkəmələrdə iştirak edirik. Və bu filmdə də əsasən müəyyən məsələlər ki var. Məsələn, film formatında tam qanunvericilik, yəni bizim ölkənin qanunvericiliyinə uyğun olan məsələlər öz əksini tapır. Qanunvericiliyindən kənar bir şeylər yoxdur. Hər bir məsələ, deyək ki, hüquqi baxımdan qiymətləndirilib və o formada da qeyd olunur. Yəni siz burada çox həssas nöqtələrə toxunmusunuz. Ümumiyyətlə həkimlərin fəaliyyəti ilə bağlı, hakimlərin, hüquq mühafizə orqanlarının və bunların müsbət çalarları da təbii ki, təqdim olunur və olmuş real hadisələri siz göstərmisiniz burada. Və mən burada istəyirəm bir sual da əlavə edeyim. Ümumiyyətlə həmişə bu janrda yazmağı düşünürsünüz bundan sonra detektiv janrında, yoxsa necə? Əlbəttə ki, mənim bir mənalı olaraq istəyim budur. Ancaq dram mövzusu, detektiv, olmuş hadisələr. Mən istəyərəm ki, cəmiyyətdə məlumatsız hissəsinə həmişə çatdırmağı bacaraq. Məsələn, bizim filmimizdə belə deyək, bir hadisə var, orada avtomobil yol nəqliyyat hadisəsi var. Bəli. Və nəticədə atanın məsuliyyətə cəlb olunması məsələsi var. Mən hesab edirəm ki, bir çox şəxslər hətta bəlkə də bilmirlər ki, yəni öz ailə üzvlərinin olsa belə avtomobildə sənin səhvindən hansısa bir qəza baş versə, onlar xəsarət alsa və yaxud həyatdan məhrum olan şəxs olsa, sən yenə də cinayət məsuliyyətinə cəlb olunmalısan. Cəzalanmalısan. Bəli. Avtomobili idarə etməsi elə bir məsələdir ki, yəni
qaydalara tabe olmadığın təqdirdə həm özün xəsarət ala bilərsən, həm başqa birisinə xəsarət yetirə bilərsən, Bəli. həm yəni ki, avtomobilində olan şəxslərə də xəsarət yetirə bilərsən. Ona görə bu kimi məsələləri mən düşünürəm ki, istər kitab formasında, istər film formasında, yəni ki, biz bunu cəmiyyətə çatdırmağa bacarmalıyıq ki, məlumatlı olsunlar. Elə mən bu növbəti sualımın cavabı oldu. Çünki burada sual qoymuşdum ki, niyə bu filmi çəkməyə ehtiyac duydunuz? Artıq burada cavab var ki, mesaj cəmiyyətə. Bəli, əlbəttə ki, burada məqsəd odur. Yəni mənim bu fəaliyyəti həyata keçirməkdə başqa bir hər hansı bir məqsədim yoxdur. Sadəcə cəmiyyəti maarifləndirmək. Cəmiyyətin məlumatsız təbəqəsini, hissəsini maarifləndirmək ki, yəni baxın, istintaq nə deməkdir, məhkəmə prosesi nədir, hakim qarşısında necə durmaq lazımdır, məhkəmə zalında proseslər necə olur. Yəni mən təcrübədə də olub ki, elə insanlar mən müraciət edən mənə görmüşəm ki, ümumiyyətlə heç ömür boyu hər hansı bir istintaq orqanında da olmayıblar. Anlayışı yoxdur bu barədə. Hüquq mühafizə orqanı tərəfindən dəvət də olunmayıblar, heç məhkəmədən də anlayışları yoxdur. Yəni bilmirlər ki, bunlar bu məhkəmə prosesi nədir, hakimlə necə müraciət forması olmalıdır, necə danışılmalıdır və yaxud hansısa bir hüquq mühafizə orqanına dəvət olunanda nə kimi hüquqlar var, heç ümumiyyətlə məlumatsızdır. Bu baxımdan əslində bu yaxşıdır, yəni maarifləndirici tərəfi çoxdur. Əlbəttə ki, mən düşünürəm ki, belə biz maarifləndirə bilərik. Bu filmin, bu romanın cəmiyyətə mesajı nədir ümumiyyətlə? Mənim özümün görmək istədiyim bir belə deyək, bir format da var. Yəni ki, məsələn, mən çox istəyərdim ki, bizim insanlarımız, yəni cəmiyyət öz hüquqlarını bilsinlər, qanunları bilsinlər, qanunlara tabe olmağı bacarsınlar, qanunlara riayət etməyə, əməl etməyə bacarsınlar. Dövlət-dövlətçilik məsələlərini, yəni bir aşılasınlar özlərində, yəni tabeçilik məsələləri var, yəni qanunların tabeçilik məsələləri. Məsuliyyət məsələsi var. Yəni buradan mən hesab edirəm ki, indi film tam təqdim olunmayıb bizim cəmiyyətə. Təqdim olunduqdan sonra bizim filmimizdə hər yaşa, hər statusa uyğun insanların götürə biləcəkləri, ala biləcəkləri məsələlər var. Yəni ki, onların diqqətini çəkən məsələlər var. Məsələn, orada hüquq mühafizə orqanları ilə bağlı məsələlər var. Hüquq mühafizə orqanlarının bizim insanların həyatındakı rolu, məsələləri var, məhkəmə məsələləri var, sonra həkimlərlə bağlı məsələləri var ki, yəni bacardığımız qədər diqqətimdə olan, mənim düşündüyüm çox sahəni orada əhatə edən məsələləri biz qoymuşuq. Bir çox sahənin insanları belə deyək, filmdə toxunulub, yer alınıb və hər birisi üçün də özünə məxsus bir mesajlar var orada. Bunlar hamısı ədalətli cəmiyyət, obyektiv məsələlərə obyektiv baxılması, insanların deyək ki, öz vəzifə borclarını belə deyək, ədalətli və hümanist şəkildə həyata keçirməsi. Burada həkimə də aiddir, orada deyək ki, yanğın söndürən də var, nə bilim, məhkəmə sistemi də var, bütün sahələr var. Bəli. Ona görə də hesab edirəm ki, bu ədalətli, qanuni bir cəmiyyətin formalaşması üçün nələr lazımsa, hansı meyarlar lazımsa, bax, mesajlar ondan ibarətdir. Həm də mən filmi izləmişəm, film düşündürür. Yəni o filmə baxanda insan həqiqətən düşünür və məsuliyyətini xatırlayır. Hətta orada hakimin müəyyən qərarlar verməkdə çətinlik çəkdiyi var, o vəkillə də məsləhətləşmələri falan. Sizin özünüzün böyük bir iş var, yəni ki, siz həm də burada prodüser tərəfini işləmisiniz və prodüser işi mənim həm də işim prodüser işidir, amma film işində çox az təcrübəm var, çox çətindir. Çünki orada bütün o şeyləri təşkil etmək lazım olan məkanlar, deyək ki, orada avadanlıqlar, təcil yardım maşınları, yəni hüquq mühafizə orqanları ilə əlaqə saxlamaq, yəni bütün bunu səfərbər eləmək çox çətin bir missiyadır həqiqətən. Siz bunu, mən filmin əməkdaşlarıyla da söhbət eləmişəm, deyirlər Vüsal bəy bunu o qədər dəqiqliklə edib ki, yəni nə lazımdır o tapılıb. Yəni bu qrim işi pis deyildi, yəni yaxşı idi hər bir şey, yəni uşaqlar, hətta uşaqlar da çox yaxşı belə obrazların öhdəsindən gəlmişdilər və bir də indi Vüsal bəy burada maraqlana bilərlər ki, bizi orada tanınmış adamlar görmədik, amma ilk təcrübə olaraq o fikirləşib ki, sadə insanlardan və orada bir-iki aktyor var, qalan insanlar hamısı belə deyək, sadə, başqa sahənin adamlarıdır ki, özlərini sınayıblar, amma orada hakim mən çox bəyəndim, çox gözlədi, rolun öhdəsindən gəlib, uşaqlar yaxşı seçilmişdi və s.
Və istərdim ki, elə buna toxunaq biraz. Yəni sizin bu çətin olmadı bu prodüser fəaliyyətindən də məşğul olmaq. Kimsə bu yükü üzərinə götürməlidir. Bəli, yox, əlbəttə ki, çətinliklər, çox böyük çətinliklər oldu. İlk öncə deyim ki, mən bunu 2024-cü ilin sonlarından hətta planlaşdırmışdım ki, bu ssenari formasını hazırlayım, filmi çəkeyim. Çox uzun müzakirələr oldu. Hətta deyim ki, biz o qatar səhnələri var orada. Qatar səhnələrini formalaşdırmaq üçün, bir formatını müəyyənləşdirmək üçün rejissorla bir dəfə səfərimiz də oldu. Elə qatarla getdik, qayıtdıq ki, biz o hətta özümlə məhkəməyə də aparmışam onu. İndi belə deyək ki, çəkilişdən əvvəlki proseslər. Çəkilişdən əvvəlki bəli, onda bir fikir formalaşsın ki, yəni məhkəmə səhnələri hansı çox formatda gözəl olmalıdır və qatarda belə deyək, çəkilişləri necə həyata keçirə bilərik. Dekabr ayında başladıq da, 2025-ci ilin dekabr ayında başladıq. Çox çətin idi, əlbəttə ki, çox çətin idi və sağ olsunlar, bir çox dövlət orqanları bizə köməklik elədilər. Xüsusən Mədəniyyət Nazirliyi tərəfindən bizə dəstək olundu. Bizim ehtiyacımız olan orada, məsələn, Daxili İşlər Nazirliyinin əməkdaşları var, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var. Məsələn, o təbibin əməkdaşları var, o təcili yardım falan. Onlar hamısı sağ olsun, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bizə köməklik elədilər onlar. Və bu çəkilişlər biz istədiyimiz kimi həyata keçirə bildik. Eyni zamanda da çəkilişlərimiz real məhkəmədə, Sumqayıt məhkəmə kompleksində həyata keçirilib. Məhkəmə səhnələri məsələn çox çətinliklə çəkildi. Çünki məhkəmənin işinə maneçilik törətmək olmaz. Biz çalışırdıq ki, qeyri-iş günləri, qeyri-iş saatları, yəni bir çox çəkilişlər hətta gecə saatlarında həyata keçirilib. Yəni onun üçün məhkəmə tərəfindən sağ olsunlar. Yəni nümayəndə ayırırdılar ki, qalsınlar, nəzarət eləsinlər belə. Çətin prosesdir. Planlaşdırmaq, eləmək, qrafik. Amma ki, sağ olsun, rejissorumuz da yaxşı peşəkar insan idi. Ümumiyyətlə, mən hesab edirəm ki, bayaq qeyd elədiniz, çox tanınmış insanlar yoxdur bizim heyətdə təbii ki. Mən orada xüsusən belə bir istəyim olub. Yəni, aktyor rol seçimləri ilə əlaqədar mən özüm iştirak eləmişəm. Bilirsiniz, hadisələrin hamısı real hadisələr olduğu üçün, real hadisələrdə hesab edirəm ki, xüsusi, yəni, peşəkar aktyorların olması mən istədiyimə yəni nail ola bilməyəcəkdim. Yəni görmək istədiyim olmayacaqdı. Ona görə fikirləşirdim ki, elə təsadüfi şəxslər olsun və yaxud da ki, peşəkar olmasınlar. İnsanlar elə olduqları şəkildə mənim təqdim etdiyim rolu belə deyək, öhdəsindən gələ bilsinlər. O mənim üçün daha qənaətbəxşidir və buna görə də bunu belə həyata keçirdik. Və burada təbii ki, əsas obrazlardan biri elə Vüsal bəyin özüdür. Həqiqətən də mən deyərdim ki, özü burada olduğuna görə demirəm, o qədər səmimi, yəni real olduğu kimi. Çünki hadisəni danışan qəhrəmandır və onları yaşayıb deyə o qədər təbii alınıb ki, çox gözəl və o xarizma, bir də bir şey var da, ekranın sevməsi insanı. Sizə o var idi və o eynək də biraz daha təcrübəli göstərirdi. Filmin orta məqamlarına keçəcəm, amma filmin elə burada bir sualım var ki, 3 finalla bitir. Bu da bir yenilikdir. Mən filmlərdə belə bir rast gəlməmişəm. Bəlkə də var deyə bilmərəm, amma film 3 finalla bitir. Bu yenilikdir mənə gəlir. Bu necə düşünülüb, hə? Mən bu ssenarini yazanda, hətta romanı da yazanda və filmi də çəkəndə xüsusi bir məqsədim olmayıb ki, yəni belə mütləq şəkildə bu formatda olsun. Bəli. 3 süjet xəttindən ibarətdir və hadisələrin hər birisi ayrı-ayrı başlanğıcla başlayır, hər birisi də ayrı-ayrı finallarla bitir. Məsələn, final səhnəsində ilkin mərhələ məhkəmədə bitmə məsələsidir, daha sonra ailənin tədbiridir və sonda rejissorla müəllifin belə deyək, sağollaşması səhnəsidir. İlkin olaraq tamaşaçı fikirləşə bilər ki, məhkəmədir, qərar verildi, artıq finaldır. Yox, görürsünüz ki, ondan sonra da final gəlir. Bu hadisələr, belə deyək, süjet xətti paralel olaraq filmdə gedir, lakin bir-biri ilə də görsənir ki, sonradan bağlılıqları var. Bəli, zəncirvari olaraq? Zəncirvari olaraq bağlanır. Ümumiyyətlə, gələcəkdə də inşallah başqa layihələrdə də mən hamısında, məsələn, o müəllif-rejissor söhbəti məsələsini düşünmüşəm ki, mütləq şəkildə olsun. Əslində, bunu üzr istəyirəm, silsilə davam etdirmək olar. Hər dəfə bu formada giriş verib, müxtəlif hadisələrlə, bu serial, deməyək serial, amma silsilə filmlər ola bilər. Məqsədimiz odur, əgər istədiyimlərimizi həyata keçirə bilsək, layihələr yarada bilsək, məsələn, bu qatarda çəkilib, növbəti film, deyək ki, təyyarədə ola bilər, digəri, məsələn, gəmidə ola bilər və yaxud da ki, avtomobildə ola bilər və yaxud hansısa bir məkanda ola bilər.
Mən bundan sonraki layihələrin hamısında da bunu düşünürəm ki, elə mən müəllif kimi hadisəni danışıram və rejissor qələmə alır, deyək ki, bunu çəkilişi həyata keçirir. Bir məqam da var ki, bax bu film belə baxanda kommersiya filmi deyil də, yəni bu filmdə belə deyək, maarifləndirici bir məsələdir. Yəni burada komediya deyil və sadəcə ki, burada bir kommersiya məqsədi olsun və belə bir filmə büdcə də əldə etmək, yəni tapmaq da çətin məsələdir və siz də bu yükün altına girmirsiniz. Çünki yəni deyirəm də, tutaq ki, hansısa bir sponsorlarla danışanda belə mövzulardan biraz qaçırlar ki, o bizə başqa bir əyləncəli olsun ki, bizim həm də onlar onun marağın tərəfini güdürlər. Amma siz yəni bu çox böyük zəhmət var burada. Çünki bu işin kifayət qədər maddi tərəfləri də var və həm də bunu düşünmək var ki, mən bu film yayımlansa belə bu filmdən gəlir əldə götürə bilmərəm. Yəni belə bir məsələlər var. Vüsal bəy, bu film həm də festival üçün nəzərdə tutulub, deyilmi? Bəli. Biz bunu festival üçün nəzərdə tutmuşuq. İndi hazırda hələ montaj etaplarındadır, tam bitməyib. Mən düzdür, biraz vaxt məhdudiyyəti də olur, amma iş yükü də çoxdur. Bacardıqca çalışıram ki, montajda özüm iştirak edeyim. Bəli. Dram mövzusu, dram janrı olsa da, burada hüquqi məsələlər var, məhkəmə məsələləri var. Yəni onların hamısı belə deyək, tam qaydasında olmalıdır. Yəni qrammatik yerində olmalıdır. O nöqteyi nəzərdə mən çalışıram özüm iştirak edeyim. O da biraz zamanımızı alır təbii ki. İndi bitəndən sonra ilk öncə festivallara təqdim olunacaq. Ondan sonra artıq düşünür oktyabr ayından Azərbaycan Respublikasında da, yəni ölkəmizdə də kino teatrlarda təqdim olunacaq. Daha sonra televiziya, yəni YouTube mərhələləri belə. Filmdə əsas məsələlərdən biri donor məsələsidir. Yəni bu çox ciddi məsələdir və mən istəyirəm ki, bu barədə biraz danışaq. Bu donor məsələsinə bağlı. Orada donor məsələsi qeyd olunur və çox önəmli elə məsələdir, belə deyək, elə film demək olar ki, filmin bütün süjet xətti o donor məsələsinin üzərində qurulub. Bilirsiniz, bizdə bugünkü gün məsələn donor məsələləri çox da bax o sahədə də xüsusi maarifləndirmə lazımdır. Yəni cəmiyyətimiz tərəfindən çox da məlumatlı deyil. İngiltərədə sürücülük vəsiqəsi alanda artıq bir müvafiq müqaviləyə qol çəkdirdilər, imzalatdırırlar ki, əgər avtomobil idarə edən zaman hansısa bir qəza baş verərsə və siz həyatdan məhrum olarsınızsa, siz artıq öz orqanlarınızı bağışlayırsınız. Yəni donor bankına təqdim edirsiniz ki, və donor bankını bilirsiniz də, orada kiminsə deyək ki, hansısa orqana ehtiyacı varsa, orada qeydiyyatda durur. Növbəsini gözləyir ki, məsələn deyək ki, tutaq ki, qaraciyərdir. Qaraciyər donoru artıq olduğu təqdirdə növbədə olan şəxs kimdirsə ona təqdim olunur, yəni ona verilir ki, o da əməliyyat olunur və ondan istifadə edə bilir, deyək ki, sağlamlığını bərpa edir. Bizdə də var o, bizim Səhiyyə Nazirliyimizdə də var, qanunvericiliyimizdə də var bu məsələlər. Sadəcə insanlar çox da məlumatlı deyillər. Məsələn, heç kim düşünmür ki, yəni bu məsələlər tutaq ki, donor olması məsələsidir. Həyatda da olur, bilirsiniz, heç kim bilmir ki, bu həyat harada sonlanacaq, necə olacaq. Ancaq ki, sənin həyatının sonlanması başqa birisinin həyat verə bilər, onun tam razıyam sizə. Onun sağlamlığına köməklik edə bilərsən, dəstək dura bilərsən. Yəni bu məsələlər orada biz çalışmışıq ki, bu barədə cəmiyyəti maarifləndirək. Orada ağır səhnələr var ki, valideynlər razılıq verirlər öz evlatlarının. Çox çətinliklə, bəli. Orqanın, ürəyin bağışlanması məsələsində, verilməsi məsələsində. Mən indi bilmirəm, film tam təqdim olunandan sonra nə kimi reaksiya verəcək cəmiyyətimiz, ona qəbul edəcəklərmi, bəlkə də... Vüsal bəy, burada bir şey var da, orada fakt bilinir ki, bu uşağın, yəni digər uşağın həyatı artıq sonlanır, yəni o yaşamayacaq. Və valideynləri məcbur eləmirlər ki, təklif edirlər ki, yəni siz bu uşağı yaşada bilərsiniz də, yəni belə bir... Və mənə gəlir ki, mən ümumiyyətlə siz doğru yanaşdınız. Donor məsələsi ilə bağlı əgər müxtəlif doğru təbliğatlara getsə, şəxsən məsəl üçün mən də fikirləşirəm ki, mən də əgər dünyamı dəyişəcəmsə hansısa formada mənim deyək ki, orqanlarımdan kimsə yaşaya bilərsə, niyə də bunu etməyək? Yəni bu çox əslində maarifləndirmə olsa, insanlar bunu düşünə bilər ki, əslində bu normal bir şeydir. Yəni burada bir faciə bir şey yoxdur. Bəli, əlbəttə ki, onu mən də elə hesab edirəm ki, bu varsa, bu mümkündürsə, qanunvericilikdə də var, dövlətimizdə də müvafiq qurumlar var bundan bağlı. Lakin əhali cəmiyyətimiz çox hissəsi məlumatsızdır cəmiyyətimizin bu məsələlərdən. Mən də hesab edirəm ki, bu təbliğ olunmalıdır. Məlumat, məsələn, bugün qan bankımız var. Məsələn, könüllü gedirsən, qan verirsən, donor ola bilərsən, kimsə hansısa bir xəstəyə, hansısa bir deməli dəstək dura bilərsən. Eyni zamanda da orqandan da. İndi qan vermək rahat bir məsələdir. Hər kəs onu rahat qəbul edir, amma orqan
vermək məsələsini biraz qəbul olunmaz bir belə deyək də bizim cəmiyyətimiz onu hələ tam qəbul eləmir, amma mərhələli şəkildə bəli olsa gözəl olar və nə xoş ki, deyək ki, hansısa sənin bayaq da qeyd edirəm, yəni həyatda da insan bilmir. 5 dəqiqədən sonra, 10 dəqiqədən sonra başına nə iş gəlir. Mənim ürəyim kimdəsə yaşaya bilər, kimsə onunla yaşaya bilər. Hətta bu filmdə çox yaxşı mesajdır ki, o deyək ki, övladının ürəyini digər ailənin uşağına verən ailə sonra mehribanlaşırlar və bunlar ailəvi dost olurlar. Necə gözəldir. Yəni bu da çox yaxşı təbliğatdır əslində. Əlbəttə ki, uşağın ürəyi başqasının sinəsinə döyünür. Artıq o da belə deyək, vəfat etmiş uşağın ailəsi üçün yeni bir evladdır. Onun xüsusi dəyəri var. Çox maraqlı məsələlərdir. Bəli, çox. Filmin içərisində biz danışırıq. Deməli, orada qanunda əgər bu mümkündürsə, məsəl üçün məhkəməyə qədər müttəhim azad oluna bilməzdimi? Orada belə bir məqam var. Bilirsiniz, başa düşdüm nə sual vermək istəyirsiniz. Filmin içərisində tamaşaçılar yəqin filmə tam baxandan sonra biləcəklər. Orada yekunda ata məsuliyyətdən azad olur məhkəmənin müvafiq qərarı ilə. Bəli. Onu belə deyək, daha öncəki deyək ki, istintaqın gedişində eləmək mən hesab edirəm ki, düzgün olmaz. Çünki niyə? Məsələlərin hamısı artıq məhkəmədə aydınlaşır, məhkəmədə açılır və bir çox səlahiyyətlər, məhkəmənin səlahiyyətləri var, məhkəməyə aid olan səlahiyyətlər məsələsi var. Məhkəmə orada tamamilə qanunu tətbiq edir və deyərdim ki, qanunun, yəni cinayət qanunvericiliyinin ən humanist, ən ədalətli bir üzünü göstərir hakim. Bu məsələ üçün o istintaq zamanı hesab edirəm ki, o belə deyək, həyata keçirilməsi çox da məqsədə müvafiq olmaz, düzgün də hesab olunmaz. Ancaq ki, məhkəmədə hadisələr açılır, ətraflı danışılır və məhkəmənin də belə bir səlahiyyəti olduğuna görə nəticədə məhkəmə məsuliyyətdən azad edir. Yəni hakim müəyyən qərarlar qəbul edirdi orada. Ümumiyyətlə hakim ədalətli idimi? Oradakı çətin situasiyalarda qərarlar verir və siz onun yerində olsaydınız necə qərar verərdiniz? Belə bir sual qoyum. Hə, o maraqlı bir sualdır. Mən bizim o belə deyək, filmin süjet xəttinin birinci finalıdır. Hakimin yekun qərar qəbul etməyi. Orada çox məsələlər var. Məsələn, hakimin də az yaşlı bir qız evladı olur. Hətta film başlayanda orada qeyd edir, avtomobili bərk sürmək olmaz. Övladlarına deyir, övladlarına qeyd edir, bildirir, bəli, yavaş sürmək lazımdır. Və bir növ formatda belədir ki, hakim yekunlaşdırır məhkəmə prosesini, müvafiq bir cəza verilməsini nəzərdə tutur. Bəli. Ancaq ki, məsələn, müdafiəçi vəkil orada çıxış eləyəndən sonra artıq hakimin fikri dəyişir və diqqətlə dinləyir, ondan sonra artıq o müəyyən çətinlik çəkir qərar qəbul etməyə və sonda qərar qəbul edir və atanı məsuliyyətdən azad edir. Təbii ki, bunu hər bir işə tətbiq eləmək olmaz, yəni hər hadisəyə bunu tətbiq eləmək olmaz. Amma mən hesab edirəm ki, mən özüm də belə olsaydım, tamamilə bax, belə bir hadisədə mən də o müddəanı tətbiq edirəm. Elə qərar verərdiniz. Bəli. Sizcə bu hallarda belə vəkilin hakimin fikrinin dəyişməsində, yəni tez-tez belə şahid olmusunuz belə məqamlardan, yoxsa bu nadir hallardır? Bilirsiniz, o məhkəmə proseslərində onu çox da müəyyənləşdirmək mümkün olmur. Çünki hakim qərarını sonda verir və onun nə qərar verəcəyi, istər onun fikirlərində, istər emosiyasında, istər deyək ki, danışığında, məhkəmədə, deyək ki, çıxışlarında bu bilinməməlidir. Yəni, maksimum dərəcədə bu məxfi saxlanmalıdır və yekunda belə deyək, qərar sürpriz olmalıdır. Ki, məsələn, düşünməliyik ki, məsələn, hakim mimikasından, emosiyasından müəyyənləşdirmək olmur ki, bu tutaq ki, mənim xeyrimə qərar qəbul edəcəm, amma yekunda verdi bu qərarı, çox sağ olsun, ədalətli qərardır, belədir. Ona görə də onu hiss eləmək, belə öncədən müəyyənləşdirmək biraz çox çətindir. Doğrudan da belə baxanda hakim obrazında sadə bir adam çəkilir, amma o qədər yaxşı oynayıb ki, yəni onun sifətindən bilmirsən ki, o necə qərar verəcək. Bəli, çətin. Çox soyuq bir sifəti var. Amma ki, vəkil, təbii ki, vəkil çox... Bilirsiniz, məhkəmə hesab edirəm ki, müdafiəçinin, vəkilin meydançası məhkəmədir. Təbii ki, istintaq orqanlarında da vəkil öz işini görür, yəni müdafiə hüququnu belə deyək, düzgün tətbiq eləyir. Onun, məsələn, istintaq orqanında qurduğu müdafiə yekunda məhkəmədə ona kömək olur.
Ancaq ki, məhkəmədə daha geniş müdafiəçinin imkanları var, daha qanunvericilik çox səlahiyyətlər verir və işin obyektiv araşdırılması, ədalətli yekunda qərar qəbul olunması məsələsi artıq müdafiəçinin fəaliyyətindən, peşəkarlığından, onun qanunu tətbiq etməsi, yanaşmasından asılıdır. Ola bilər ki, mümkündür. Mənim təcrübədə çox olub ki, məsələn, mən özüm də görmüşəm ki, sonda bəlkə də proses başlayana qədər, məsələn, araşdırma aparılana qədər hakimin mövqeyini mən başqa cür fikirləşmişəm ki, yox, hakim burada mənim tələbimi və yaxud da iddiamı təmin eləməyəcək. Amma yekunda bir sürpriz qərar əldə etmişəm və o məndə fikir formalaşdırır ki, artıq mən onun fikrinin dəyişməsinə təsir edə bildim. Yəni mənim qurduğum müdafiə, mənim deyək ki, çıxışım, mənim yanaşmam hakimin fikrini dəyişdi. Əvvəl deyək ki, başqa fikirlər. Bu məndə sadəcə yəni özümdə belə bir ehtimal yaranır. İndi onu öncədən müəyyənləşdirmək olmur, amma yekun qərarda artıq müəyyənləşdirirsən ki, bəli, deməli fikrini dəyişə bildin. Bizdə də onun xüsusi bir vurğulanmış məsələdir filmdə. Bəli, müdafiəçi orada hakimin fikrini dəyişir. Vəkillik fəaliyyətiniz dövründə ən təsirli hadisə olub? Nə olub? Çox hadisələr var. Bilirsiniz, daha çox üzr istəyirəm, müstəntiq dövründə bir şey danışmışdınız mənə. O müstəntiq olduğunuz mu dövrdə olub yoxsa? Müstəntiq fəaliyyəti zamanı da olub. Bilirsiniz, müstəntiqin fəaliyyəti elədir ki, müstəntiq sahəsi çox şərəfli, ləyaqətli bir sahədir, ancaq ki, iş çox çətindir. Çünki müstəntiq işini elə qurmalıdır ki, nəticə etibarilə ittihamı yəni verə bilsin, elan eləyə bilsin, bütün sübutları toplasın, bütün boşluqlar aradan qalxmalıdır. Biraz da psixoloq olmalıdır ki, o qarşı tərəfi dindirəndə əlbəttə ki, şəxsi dindirirsən, dindirmə zamanı şəxsin sənin suallarına düzgün cavab verib verməməsi məsələlərini müstəntiq özündə aydınlaşdırmalıdır. Tutaq ki, səhv cavab veriləndə araşdırmanın istiqaməti başqa istiqamətdə gedə bilər. Şahidlər gəlib istintaqı, yəni müstəntiqi yönəltməməlidir. Çox məsələ, belə deyək, önəmli məsələlər var və yekunda müstəntiqin elan elədiyi ittiham, işin məhkəməyə göndərilməsi və məhkəmə də nəticə etibarilə o sübutlar əsasında, indi məhkəmənin özündə təbii ki, araşdırma səlahiyyəti var və o sübutlar əsasında məhkəmə müəyyən bir cəza verir və yaxud hökm çıxardır. Ona görə də orada maraqlı məsələlər, xüsusi belə yadımda qalan çox məsələlər var. Bilirsiniz, hər birisi də bir-birindən maraqlıdır mənim üçün. Əslində onlar yəqin gələcəkdə yazacaqsınız. Elə hadisələr var ki, mən onu məsələn gələcəkdə təbii ki, hər şey açıqlıqla yazılmır, ancaq ümumilikdə bir senariləşdirmək, film şəklində çəkmək belə planlarım var. Olubmu ki, cinayətkar sizi çox yayındırmağa çalışsın, amma siz bunu dərhal tutmusunuz. Amma o inadla bunu eləmək istəyir ki, sizin fikriniz yayınsın. Yəni siz bunu bilməyəsiniz, bu söhbəti üstünə aça bilməyəsiniz. Yəni belə bir həssas məqam olubmu ki? Yox, əlbəttə ki, bilirsiniz, mənim müstəntiq fəaliyyətim iqtisadi cinayət sahəsində olub. Yəni ona görə burada deyək ki, şəxsiyyət əleyhinə cinayətlər var belə. Amma iqtisadi cinayətlər elədir ki, dövlət büdcəsinə deyək ki, vergilər ödəməkdən yayınma var. Müxtəlif maddələr var, yəni ondan bağlı deyək, qanunsuz sahibkarlıq, yalancı sahibkarlıq belə. Bəli, orada o tip işlərdə bilirsiniz, çox vaxtlar belə olur ki, əsasən işin sahibi, əsas işin belə deyək ki, yiyəsi, yəni göstərişləri verən şəxs üzdə olmur, rəsmiyyətdə heç yerdə adı olmur. Bir formal məsələn direktor rəsmiləşdirirlər və onun adından bütün işləri görürlər. Və nəticədə də orada məqsədlərinə nail olurlar. Məsələn, olur ki, məsələn, deyək ki, müstəntiqsən, istintaqçısan, direktoru dəvət eləmirsən, gəlir, direktoru dindirirsən və onun real rəhbəri, yəni biz buna qanunda faktik rəhbər deyirik. Faktik rəhbəri artıq onu nə ifadə verməlidir, müstəntiqin suallarına necə cavab verməlidir, öncədən təlimatlandırır. Ki, bax, bu sualı verəndə belə cavab verərsən, gəlir, adam da dindirirsiniz, bəli, şirkət mənimdir, mən yaratmışam, bu ambarımdır, bu nə bilim, işçilərimdir, budur, belədir, elədir. Ancaq ki, baxırsan ki, yəni bu adamın o yayındırılmış məbləğləri əldə etmək imkanı yoxdur. Bu pulları bu əldə eləməyib, yəni bu istifadə eləməyib, bu pulların başqasına verilib. Çünki maddi durumu da o deyil, bunun aylıq deyək ki, müəyyən məvacib əmək haqqı müqabilində fəaliyyət göstərir, göstərişlərə tabi olub, hara deyiblər, ora imzalayıb, məsələn, banklara gedib, pul vəsaitlərini deyək ki, nağdlaşdırıb və aparıb kiməsə verib. Bax, o kimisə tapmaq lazımdır. Əsas məsələ odur. Əsas məsələ odur ki, yəni qanunda da bu qeyd olunur ki, yəni faktiki olaraq gəlirləri əldə edən şəxsi müəyyənləşdirmək lazımdır. Onun üçün də təbii ki, müstəntiq belə deyək, öz səlahiyyətlərindən, qanunun ona verdiyi səlahiyyətlərdən istifadə etməlidir, peşəkarlığını göstərməlidir və
artıq o direktorun, deyək ki, formal şəxsin yalan ifadəsini müəyyənləşdirməlidir və əsas subyekt deyirik biz bunu. Subyekti tapmaq istiqamətində bütün tədbirlər görməlidir. Əslində çox çətin situasiyadır. Yəni Əlbəttə ki, çox çətin. Yəni siz bəzən görürsünüz ki, belə bir ancaq elə şahidin verdiyi ifadədən asılı olursan ki, bir dənə adın çəksin, desin. Sonra bir ifadə ilə də bizim qanunvericilikdə, məsələn, Cinayət Prosessual qanunvericiliyində, yəni bir ifadə ilə də ona sübut deyil ki, ittiham verəsən, müəyyən başqa sübutlarla möhkəmləndirmək lazımdır, tapmaq lazımdır. Çox çətindir. Dindirmədən öncə xüsusi hazırlaşırsınız o prosesə? Psixoloji, ümumiyyətlə belə fiziki psixoloji, yəni mütləq şəkildə bəli, iş materialları ilə yaxşı şəkildə öyrənib tanış olmaq lazımdır. Hansı sualları verəcəksiniz? Bundan öncə dindirdiyiniz deyək ki, şahidlərdə hansı diqqət çəkən nüanslar var? Onların ifadələrindəki müəyyən məsələləri hazırlaşmalısınız. Yəni şəxs gəlib ola bilər ki, dindirirsən, sual verirsən, məsəl üçün, o elə bir suala elə cavab verir ki, məsələn, bundan bir 3-5 öncə dindirdiyin şahidlərdə məsələyə başqa cür qiymət verilib. Sən onu diqqətindən kənarda qoysan, artıq bu şahidin sənə verdiyi ifadəni, yalan ifadəni məcbur qəbul edirsən. Düzdür, təkrar da dəvət eləmək olur şahidi, təkrar da dindirmək olur, amma mütləq şəkildə belə işin materialları ilə, hətta sənədlərə qədər, imzalara qədər hər bir məsələ müstəntiqin daimi diqqətində olmalıdır ki, artıq şəxsi rahat dindirə bilsin. Bundan da əlavə, bilirsiniz, peşəkar müstəntiq eyni zamanda qanunvericiliyi də yaxşı bilməlidir. Bəli. Həm işi yaxşı bilməlidir, yəni icraatında olan cinayət işinin yaxşı öyrənməlidir. Eyni zamanda da qanunvericiliyi də yaxşı bilməlidir ki, tutaq ki, şahiddir gəlib, yanında müdafiəçisi var, vəkili var, yəni onun hüquqları var, onun vəzifələri var, hansı halda deyək ki, hansısa hüququ pozulmamalıdır, çünki hüquqların pozmaq olmaz. Yəni, bu hissədə qanunvericiliyi də yaxşı bilməlidir. Ola bilər, insan da gəlir, ifadə verir, məsələn, elə bir əsas gətirir ki, filan qanuna əsasən, məsələn, mən bunu belə etməliydim, etmişəm. Artıq sən o qanundan məlumatlı olmalısan ki, ona ikinci sualı verə biləsən ki, yox, siz dediyiniz qanun, məsələn, o elə deyil, siz onu səhv başa düşmürsünüz, qanun başqa şey deyil. Çox önəmli məsələ. Yəni, peşəkar müstəntiq həm qanunvericiliyi gözəl bilməlidir, eyni zamanda icraatında olan işi gözəl bilməlidir, eyni zamanda da deyərdim ki, bir məlumatlı da olmalıdır. Ola bilər, məsələn, şahid var, gəlib dindirir, tutaq ki, də belə deyil, formal olaraq bir şəxsin adını çəkir. Məndə olub, icraatımda olub ki, məsələn, şahid deyib ki, mən bilirəm, məsələn, bu, tutaq ki, şirkəti rəhbəri olub, məsəl üçün deyək ki, Vəli adında birisi. Bax, o adla müstəntiq o şəxsi tapmalıdır. Yəni, soyadı yox, ata adı yox, təvəllüdü yox. Bir ad, quru adla. Şəxsiyyət vəsiqəsi danları yox. Bax, o adla tapmaq üçün də, belə deyək, artıq peşəkarlığı müstəntiqin orada görsənir ki, bir dənə adla o şəxs tapılsın. Müxtəlif yollar var da, müəyyən məlumatlar alırsan, əməliyyat işi qurulur, sorğular verilir, məsəl üçün. Və nəticə etibarilə o adı, o şəxsi tapmaq lazımdır. O şəxsi tapandan sonra artıq təqdim edirsən bu şahidə ki, bax, bunu mu deyirdin? Bu deyir, hə, bəli, elə budur. Ondan sonra artıq sənin subyektin tapıldı. Amma ona qədər nə qədər mərhələlər var. Bax, filmdə həkim mövzusu da çox aktualdır ki, onların da qərar verməsi var. Çünki orada həkimin çətin bir situasiyası var idi. Bəli. İki həkim dialoqunda deyir ki, mən özüm boynuma götürürəm bu məsələni, bu həmən o dollar məsələlərində. Biraz buna toxunaq, bu həkimin qərarlarına. Bilirsiniz, orada belə bir maraqlı məsələdir. Həkim öz öhdəsinə götürür əməliyyatı həyata keçirməyi. Yəni, bir uşağın ürəyinin digər uşağın ürəyinə dəyişdirməsi transplantasiyası ilə bağlı. Yəni, əvvəla mən hesab düşünürəm ki, bu çox çətin məsələdir. Nəyə görə? Məsələn, əməliyyat uğursuz olsa, hər iki uşaq həyatdan məhrum olur. Yəni, bu risk də var. Bəli, riskli məsələdir və bunu həkimin öz üzərinə götürməsi orada mən düşünürəm ki, yaxşı bir haldır, gözəl bir haldır ki, həkim o riskə gedir və özü də orada qeyd edir. Bilirsiniz, bu həkimlik məsələsi elədir ki, həkimin qarşısına gələn xəstənin kimliyi, onun statusu, onun şəxsiyyəti və yaxud da həyat və fəaliyyəti maraqlı olmamalıdır. Deyək ki, məsələn, koma vəziyyətində bir xəstəni gətirib cərraha təqdim edirlər. Bəlkə də o
cərrah onu əməliyyat elədikdən sonra, onu sağaltdıqdan sonra o qalxacaq, sağalandan sonra da həkimin özünə xəsarət yetirəcək, bəlkə də onu həyatına qəsd eləyəcək. Amma onu düşünməməlidir. Ki, bu insan, deyək ki, həyatda necədir, şərəfli həyat mı yaşayır, yoxsa digər formada mı həyat yaşayır, mənfi bir xarakterli insandır. Həkim onu düşünməməlidir. Həkim düşünməlidir ki, bu sağalmalıdır və bütün mümkün vasitələrdən istifadə etməlidir ki, ona həyat versin. Mən bir dəfə bir video çarxla rastlaşdım, səhv eləmirəmsə Rusiyada olmuşdu bu. Bir düzdür, həkimlə bağlı deyil, bu müdafiəçi vəkillə bağlıdır. Vəkil təqsirləndirilən şəxs, yəni cinayətkarı məhkəmə zalından azad olunmasına nail olur və hətta yanında yoldaşı olur, səhv eləmirəmsə, ona soruşur ki, axı bu cinayəti törətmişdi, sən bunu niyə də müdafiə elədin, düzdür. Qanunda var, vəkil yəni ki, müdafiəsini qurmalıdır, cinayətkarın da vəkili ola bilərsən. Yəni cinayət törətdiyini bilə-bilə də sən bunun müdafiəçisi olmalısan. Və yaxud da ki, düşünürsən ki, sənin müdafiə elədiyin şəxs günahsızdır, belə haldadır. Yəni burada sən bu cinayəti törətmisən, mən sənin vəkilin müdafiəçin olmayacağım, belə bir anlayış yoxdur. Bu qanunun qadağan olunan bir məsələdir. Orada yoldaşı soruşur bundan ki, sən bax, bu cinayəti törətmişdi, özü də səhv eləmirəmsə adam öldürmüşdü kimisə. Nə olsun ki, mənim işim budur, mən onu müdafiə elədim və mən onu, belə deyək, məsuliyyətdən azad olunmasına nail oldum. Və vəkilin əhvalı gözəldir, belə deyək, deyir, gülür və gəlir öz evinə çatanda baxır ki, anası evi girib yarıblar, anasını da öldürüblər. Və sonda müəyyən olunur ki, həmən onu o məsuliyyətdən azad elədiyi adam, o şəxs cinayətkar, gəlib elə yenə də öz cinayət əməlində davam edib və vəkilin anasıdır deyə qəsdən eləməyib. Sadəcə təsadüfən gəlib elə bir evə girib, qadını da öldürüb, deyək ki, evdə də qiymətli əşyalar götürüb çıxıb gedib. Yəni, sənin vəzifən nədirsə, deməli, etməli olduğun məsələ nədirsə, onu eləməlisən. İndi vəkil kimi müdafiəni düzgün qurmalısan, bütün mümkün vasitələrdən istifadə eləməlisən ki, sən işdə nəticədə qalib olasan. Həkim də ki, burada yəni həkimlərin çox böyük bir məsuliyyətli məsələsi var. Burada biz onun filmdə tam vurğulamışıq ki, yəni bu tip əməliyyatlara hər həkim rahatçılıqla girə bilməz də, qəbul edə bilməz, amma bizdə orada həkim risk edir, deyir, bəli, mən öhdəsindən gələcəm, bu mənim öz qərarımdır. Çox vacib mövzuya toxundunuz. Vüsal bəy, bir də mənə gəlir sizin bildiyim qədərilə ən çox sevdiyiniz film istintaq filmidir. Bir də bunun yəqin ki, sizin sahəyə yaxınlığı var deyə, yoxsa o film biraz mövzu baxımından sizin sahənizə yaxındır? Orada, bəli, o filmi mən çox sevirəm. Deməli, mənim müstəntiq işləyən vaxtları belə bir rəhbəri tərəfindən belə bir tapşırıq verilmişdi ki, həftənin sonları, nə bilim, məsələn, 5-ci gün ola bilərdi, 6-cı gün ola bilərdi. İndi normalda, məsələn, 5 günlük iş rejimidir, amma müstəntiqin gəlib öz otağında deyək ki, cinayət işinin tikilməsi var, müəyyən texniki işləri var, ona məhdudiyyət yox idi. Yəni 6-cı gün rahat şəkildə gəlib bir neçə saatımızı keçirdə bilərdik ki, bu işləri görək ki, həftə içi artıq ağır işlər olur, araşdırmalar olur belə. Və o gün 6-cı günlərdə belə bir tapşırıq vermişlər ki, müəyyən filmlər izlənsin. O mövzuda. Bu deməli işlədiyim təşkilatın zalı var idi, yəni imkanları var idi, deyək ki, o filmin təqdim olunması üçün. Yəni, o filmi də təqdim eləmişlər, həmin vaxt yadımdadır, mən onu xoşlayırdım, o filmin istintaq filmini. Orada əsas mənim diqqətimi çəkən və mənim qəbul elədiyim, bəyəndiyim məsələ odur ki, müstəntiq nəticə etibarilə istədiyinə nail olur, hilədən istifadə eləyir. Belə deyək də, qanunla o qəbul olunmaz olsa da, amma ki, nəticə etibarilə nəticə olur deyə, cinayətkarı tapa bilir deyə mən də qəbul edirəm ki, məsələn, bəli, eləməlidir. Çünki məsələnin mahiyyəti odur ki, orada o şəxsi ki, dindirir, o şahid olmur, orada təqsirləndirilən şəxs olur. O şəxsi dindirir, o şəxs digər şəxsin adını vermək istəmir və müxtəlif vasitələrdən istifadə edir, axırda nail olur, o şəxsin adını alır. Ona görə də bax, o hissə mənim çox diqqətimi çəkir. Çox maraqlı hissədir. İndi desəm, belə çıxacaq ki, qorxduğum üçün onları satmışam. Mənimsə qorxaqlardan, satqınlardan xoşum gəlmir. Ona görə də məni bağışlayın, üzr istəyirəm. Niyə məndən üzr istəyirsiniz? Güya mən sizi hərbi sirr açmağa, yaxud silah yoldaşlarınızı ələ vermək üçün dilə tuturam. Nə fərqi var? Onlar sizin üçün cinayətkardır, mənim üçün yoldaş. Əkəb yoldaşdılar, əvvəlcə sizin vasitənizlə
1 milyon pul qazanıblar. İndi də dəridən qabıdan çıxırlar ki, sizi tezliklə qazamata salsınlar. Mən buna inanmıram. Nəyə milyona? Yox, məni qazamata salmaq istədiklərinə. Bəs sənin kimi namuslu adamı kim fırıldaq eləyib? Kim fəlakətə sürükləyib? Buna da inanmırsan? Onlar dost yox, nadürüstlər, əşraf adamdılar. Buna da inanmırsan? Olmaya buna da inanmırsan? Bu nədir? Sizin işinizə foto illüstrasiyalardır. Nə illüstrasiya? Bu ki mənim arvadımdır. Təəssüf ki elədi. Mən onları sizə göstərmək istəmirdim. Yox. Yox. Ola bilməz. Onlar heç bir-birlərini tanımırdılar. Görüşdüyünü boynuna almır. O kişini isə sorğu-suala tutmağa əsas yoxdur. Siz də ki onu cani dildən müdafiə eləyin. Ola bilməz. Yalandır. Yox. Fotomontajdır bu! Təəssüf ki bu fotoların hamısı həqiqidir. Orada bir məqam var. Pilləkanda onun həyat yoldaşı gəlir ki, o heç bir pulu evə gətirmirdi. Yəni bizim heç o imkanımız yoxdur. Bu ona inandı həm də. Onun yəni o təqsirlənən şəxsin həyat yoldaşına inandı ki, uşağın da gördü elədi. Biraz kövrək məqamlar orada yarandı və özə o məşhur səhnədə odur, səndən soruşuram. O da çox gözəl, çox təbii oynayıb. Aleksandr Kalyagin çox gözəl oynayıb və onun səsləndirilməsində də Səməndər Rızayevin çox gözəl səsi oturub ora uyğunlaşıb. Odur! Səndən soruşuram, odur! Mənə sənin ancaq təsdiqin lazımdır. Odur! Sənin təsdiqindən sonra mənim öz bildiklərim yuridik fakt olacaq. Odur! Cavab ver, odur! Odur. Deməli, əvvəlki ifadələrinizin əksinə olaraq boynunuza alırsınız ki, 69-cu il iyul ayının 16-sında mehmanxanaya Lebedinskinin nömrəsinə gələndə sizin yanınızda bir nəfər də olub. O adamın familiyası. Selimov. Adı atasının adı. Adı atasının adı! İsmet Rızayev. Bir də sizin hobbiniz var təbii ki, bu sizə yaxın adamlar yəqin ki bunu bilirlər ki, siz biraz bu restoran sahəsi, bu qurmanlıq, yaxşı yeməklərin bilirsiniz və özünüz də bir növ kəşf eləmisiniz, yemək növü. Bu qurmanlığa maraq. Bilirsiniz, mən həmişə düşünmüşəm ki, bu hər kəsə aid deyil təbii ki, amma çox insanlarda mən görmüşəm. Məsələn, bahalı mobil telefon alsınlar, bahalı saat alsınlar, bahalı geyimlər, bahalı avtomobillər. Amma məsələn, qidaya gələndə onun belə deyək, daha keyfiyyətlisinə meyilli olmurlar. Əslində, bizim sağlamlığımız üçün, bizim yaxşı düşünməyimiz üçün, fəaliyyətimizi həyata keçirməyimiz üçün qidalanma önəmlidir. Və yaxşı qidalanmadan söhbət, deyək ki, keyfiyyətli qidadan istifadə eləmək, elə hər nə oldu yemək yoxdur. Ona görə də biraz bu sahə mənim özümdə də xüsusi bir diqqətimdə olduğu üçün bəzən məsəl üçün düşünmüşəm ki, tutaq ki, bizim çox gözəl mətbəximiz var təbii ki, ölkəmizin. Məsələn, düşünmüşəm ki, məsələn, bu yemək, məsələn, başqa cür pişsə daha maraqlı olar, daha dadlı olar belə. Filmdə bir fraqmentimiz var bizim, deməli, hakim öz ailəsi ilə restoranda deməli, şam yeməyi eləyən, şam edirlər və bir yemək təqdim olunur onlara, adını da qoyurlar Şirincan. Yəni, o mənim belə özümün kəşfimdir, mənim təşəbbüsümlə, mənim təklifimlə hazırlanmış bir yemək növüdür. Çox da dadlıdır, tövsiyə edirəm, dadına baxarsın inşallah. Bu filmə aid mövzu deyil təbii ki. Sizin sahənizin bir hissəsi sayılır da boşanmalar. Bu günlərin daha çox aktual məsələlərdən biridir. Sizə bu mövzuya biraz toxunaq, boşanmalar mövzusuna. Ola bilirsiniz, boşanma məsələsi düzdür. Mənim vəkil kimi fəaliyyətimdə aktiv elə işlərim olmayıb. Tək-tük olar ki, bir-iki iş belə olub. Və bu boşanma məsələsi xüsusi səbəblər də var, təbii ki. Məsələn, tərəflər bir-birlərindən deyək ki, yola gedə bilmirlər, ünsiyyətləri qəbul olunmur. Belə hallar da var. Bir də var ki, mən hesab edirəm ki, bu günlərin boşanmaların əksəriyyəti belə deyək, lüzumsuz məsələlərə görədir. Məişət problemləri. Məişət problemləridir və yaxud da ki, nə bilim, sosial şəbəkələrdə baxırlar.
elə hesab edirlər ki, başqa deyək ki, kimsə məsələn boşanıb, artıq tək yaşayır, deyək ki, qadın olsun, kişi olsun, onun həyatı görürsünüz daha maraqlıdır. Onun diqqətini çəkir və meylli olur ki, boşansın. Amma əslində reallıqda elə deyil. Yəni mən bu sözü deməyə çox xoşlayıram ki, hər şey həmişə göründüyü kimi olmur. Düzdür. Dərinə gedəndə baxırsan ki, yox, burada Başqa səbəblər, fəsadlar var, başqa problemlər var, belə. Məsələn, bizdə bizim filmimizdə belə bir fraqment var, mən onu qeyd eləmək istəyərdim. Qəzadan sonra uşaq ki, həyatdan məhrum olur və baxmayaraq ki, uşaq həyatdan məhrum olub, çünki deməli orada həyat yoldaşı da, yəni arvadı çox sərt reaksiya verir, xəstəxanada müəyyən səhnələr var ki, məsələn, ataya çox kəskin fikirlər bildirir. Bu təbii əslində. Hə, məsələn, düşünmək olar ki, məsələn, belə olan halda o qadın boşanmaya meyilli olar, boşanar, həmin deyək ki, ərlə, kişi ilə davam eləmək istəməz həyatını. Ancaq biz görürük ki, yox, sonda əksinə bunlar daha da bağlanırlar, məhkəmə səhnələrindən də görünür ki, bu, yəni, çətin vaxtı bir olurlar. Hətta qadın ana olmağa hazırlaşır. Bir olurlar və bəli, sonradan yenidən ana olmağa hazırlaşır. Məsələn, mən özüm çox bəyənmişəm o hissəni, çox xoşuma gəlib ki, ailə elə olmalıdır, yəni ailə bir-birinə bərk bağlı olmalıdır. İstənilən çətinlikdən də bir yerdə çıxmağı bacarmaq lazım. Yəni, xoş gündə yaxşıdır, pis gündə pisdir, bu olmaz. Tam doğru. Sonra orada bir yer var ki, hakim 2 ildən sonra gəlir bunların ailələrinə, onlarla bir yerdə iştirak, yəni onların qonaqlıq məclisində iştirak edir. Bax, bu da çox vacib məqamdır, çünki mənə gəlir ki, burada çox gözəl bir həmrəylik var. Həm keçmiş cinayətkar buradadır, həm onun deyək ki, qızının ürəyindən istifadə edən ailə, övladına verdiyi ailə və bir də hakimin özü də gəlib bunları ziyarət etməsi ki, bunlar indi necə yaşayırlar və onlara bir dəstək kimi, həm də bir mənəvi dəstək var burada. Və bu da çox yaxşı verilir. Bilirsiniz, orada məsələ bundan ibarətdir ki, bu hər iki ailə üçün həqiqətən də hakim qəhrəman bir formasında olur da, yəni qəhrəmanıdır bu ailələrin. Ona görə onlar çox istəyirlər ki, xoş günlərində bir həmən hakim, yəni bunlara belə deyək də, ikinci həyatı vermiş, bəxş eləmiş hakim bunların məclislərində, tədbirlərində iştirak eləsin. Və hakim də orada qeyd edir ki, bu təklifi də qəbul etməkdə məqsədi vermiş olduğu qərarın nəticəsinin necə olduğunu, yəni düzmü qərar verib, səhvmi qərar verib. Və orada bildirir ki, bəli, mən gördüm ki, düz qərar vermişim. Çünki hakimin qərarından sonra bu ailələr firavan həyat yaşayırlar, bir yerdə mehriban olurlar, həmrəy olurlar, doğmalaşırlar və yəni bilirsiniz, cinayətdə belə bir anlayış var da, yəni cinayət törədən şəxsə cəza verilməkdə məqsəd onun islah olunmasıdır və digər şəxslərin də həmin cinayəti törətməkdən çəkindirmək məsələsidir. Yəni bu insan artıq evladını itirib, yəni islah olub da bunu yenidən nəyəsə islah eləməyə belə deyək, çalışmaq olmaz. Və orada da hakim onu qeyd edir ki, bəli, mən düzgün qərar vermişəm. Mən düşünürəm ki, fərqi yoxdur. İstənilən sahədə, əgər vəzifəli şəxsənsə, tək bu təbii ki, hakimlərə daxil, hər kəsə aiddir. Vəzifəli şəxsənsə, bir qərar verirsənsə, bu qərarın nəticəsini düşünmək çox gözəl olar. Çünki ədalət tərəzisi deyilən bir anlayış var. Ümumiyyətlə də belə bir anlayış da var ki, deyir, həyatda ən gözəl müqayisə qarşıdakı insanın yerinə özünü qoymaqdır. Yəni, mən olsaydım nə qərar verərdim, mən olsaydım necə edərdim? Onda sən gözəl nəticə əldə edəcəksən və nəticə çıxardacaqsan ki, artıq bu addım atmaq lazımdır. Bu həmişə vacibdir, insanın başqasının yerinə özünü qoyması. Hər sahədə aiddir əslində. Əlbəttə, bu hər sahəyə aiddir. Hesab edirəm ki, bu hər sahədə belə olsa, nəticələr də ədalətli olar, qərarlar da ədalətli olar. Yenə deyirəm, yəni, tək bu məhkəmə, hakim məsələlərinə aiddir, bütün sahələrə aiddir. Bəs hakimin orada 2 dəfə sadə baxmaq məqamı var. Orada məna nə idi? Hə, siz ona fikir vermişsiniz. Fikir vermişəm, bəli. Çox gözəl. Deməli, qanunvericilikdə belə bir anlayış var. Əgər hakim deyək ki, müşavirəyə gedirsə və qeyri-iş günü, qeyri-iş saatıdırsa, növbəti iş günü və iş saatına təxir eləyə bilər prosesi. Oradan belə görünür ki, məsələn, həftənin 5-ci günüdür, hakim müşavirəyə gedəndə, məsələn, saat artıq 7-yə qalır, yəni bu qeyri-iş saatıdır və hakimə də zaman lazımdır, müəyyən bir müddət lazımdır ki, bu düşünsün və gəlir. Çünki yenə qeyd edirəm, məsələn, prosesin gedişində artıq hakim müəyyənləşdirib ki, bu adam cinayəti törədib, mən bunu cəza verəcəm. Ancaq müdafiəçinin çıxışından sonra artıq fikrini dəyişib ki, yox, burada başqa məsələlər də var, mən biraz da bunu aydınlaşdırmalıyam ki, tam ədalətli qərar qəbul edib.
Və saata baxır ki, saat 7-yə qalıb və qeyri-iş saatıdır. Ertəsi gün qeyri-iş gününə düşür. Ona görə də qeyd edir, deməli, köməkçisini çağırır ki, zala get, bildi ki, qeyri-iş günü, qeyri-iş saat olduğu üçün və təxminən 6-cı və bazar günü nəzərə alsaq, 2 gün bunun vaxtı olur ki, fikirləşirsən. Fikirləşir və növbəti iş günü, yəni birinci gün artıq iş günü ilk prosesdə və yekun qərarı qəbul edir. Gözəl. Çox maraqlı məqamdır. Saat ona görə qoyulub orada ki, yəni o belə deyək, izləyici məsələn biz təbii ki, hüquqşünaslar da, peşəkarlar da baxacaqlar. Fikirləşməsinlər ki, bu getdi müşavirəyə elə təxir elədi, nəyə görə? Mesajı verir orada. Bu onun əsaslandırılması üçün, bəli. Bir də orada bir məqam var. Prokuror hakimə deyir ki, belə vəziyyətdə sizin yerinizdə olmaq istəməzdim. Sonra deyir ki, mən də sizin kimi qərar verərdim. Yəni orada bir fikir dəyişikliyi eləyir. Bəli, vacibdir. Siz orada prokuror dövlət ittihamçısı hesab olunur da. Yəni dövlət ittihamçısı dövlət ittihamı müdafiə etməlidir. Yəni ittiham elan olunubsa, cinayət məsuliyyətinə cəlb olunma varsa, bu məhkəmədə bu ittiham müdafiə olunmalıdır. Yenə də deyirəm, yəni bu hər situasiyaya tətbiq oluna bilməz təbii ki. Məsələn, bizdə hakim yanaşır, ədalətli yanaşması, humanist yanaşması olur. Amma bəzi hallarda, məsələn, bu kimi hallarda mən hesab edirəm ki, yanaşmaq, belə humanist və ədalətli yanaşma yaxşıdır, qəbul olunandır. Orada məsələ elədir ki, məsələn, deyək ki, istintaqçı kimi də mən bir məsələni qeyd eləmək istəyirəm ki, adamdır, dindirirsən, fikirləşsən ki, bunu gələcəkdə deyək ki, cinayət məsuliyyətini cəlb eləməli olacaqsan və bu cinayəti törədir. Ancaq ki, dindirmə prosesində o adamın haqqında məlumat alırsan, fəaliyyəti, ətrafı, hər bir, deyək ki, keçmişi, bu cinayəti törətməyə vadar eləyən məsələlər və bir fikirləşirsən ki, bunu, məsələn, buna kəskin, sərt yanaşmamaq da olar da, bunu biraz da mülayim, biraz da yüngül, biraz da humanist yanaşmaq olar. Bəzən görürsünüz ki, məsələn, bunu özündə səndə düşüncə formalaşır, amma sənin olduğun mövqeyə və yaxud tutduğun vəzifə bunu rahat şəkildə bildirməyə imkan vermir, olmaz. Yəni, bu başqa cür anlaşıla bilər, başqa bir subyektiv məsələlər, fikirlər formalaşdıra bilər. Ona görə də olduğun kimi öz fikrini bildirmədən davam eləməlisən, fəaliyyət göstərməlisən. Orada, bəli, ittihamda prokuror ittihamı təbii ki, müdafiə eləyir. Və bir hakimlə dialoqları var. Deyir ki, yaxşı siz mənim yerimdə olsaydınız nə qərar qəbul edəcəksiniz? O da deyir ki, yerinizdə olmaq istəməzdim. Yerinizdə olmaq istəməzdim. Belə deyək də, hakim sizsiniz, qərarı özünüz verəcəksiniz. O dolayı yolla belə deməkdir ki, siz nə qərar versəniz, biz də ona hörmətlə yanaşacağıq. Və bu məsələdə də artıq, yəni belə deyək, individual yanaşma, xüsusi bir yanaşma qəbul olunandır. Onu demək istəyir, onu çatdırmaq istəyir. Bəli. Legal xəbər saytında sizin bir yazınız oldu. Orada bu gündəmdə belə bir mövzu oldu ki, xanım sözü, arvad sözü xanım sözündən əvəz edilsin. Bax, bu məsələyə münasibət istəyirəm, bu verilişdə bildirəsiniz. Legal xəbər saytından mənə müraciət eləmişlər, bəli, ki, bir təklif olmuşdu ki, qanunda arvad sözü dəyişdirilsin, xanım sözü ilə əvəz olunsun. Biz onlar müsahibə adlar, amma yazılı şəkildə biz onu təqdim elədik, verdik, belə deyək. Mən də istəyirəm görüntülü danışılsın, maraqlıdır belə. Mən sadəcə heç nə, qanunda, məsələn, bizim qanunvericilikdə xanım, arvad, məsələlərinə toxundum konstitusiyamızda ki, bəli, konstitusiyanın, məsələn, müvafiq maddələri var, 25-ci maddədir, 34-cü maddədir. Ər-arvad anlayışı, yəni nicah məsələləri ilə tənzimlənir. Yəni, əgər nicah varsa, artıq tərəflər, qadın və kişi ər-arvad adlanır. Yəni, bu mənim şəxsi öz fikrimdir, təbii ki. Bu qanunda bu formada əks olunur. Ancaq ki, bu xanım bəy anlayışı şəxslərin bir-birinə bağlılığı olmadığı təqdirdə, belə deyək, onların müraciət forması kimi qəbul olunmalı. Ona görə mən də qanunvericiliyi istinadları bildirdim. Məsələn, orada bir dənə məsələ var, Cinayət Prosessual Məcəlləsində həyat yoldaşı anlayışı var. Yəni, ilk dəfə bizim qanunumuzda və tək bir dənə orada o qeyd olunur. Qalan hallarda bütün, deyək ki, ailə məcəlləmizdə də, konstitusiyamızda da, digər qanunvericiliyimizdə də nicah münasibətində olanlar tərəfləri ər-arvad adlandırılır. Yəni, qadın-kişi məsələsi bu bir-birindən, belə deyək, bağlılığı olmayan, yəni nicah münasibətləri olmayan hallarda adlandırılır. Həyat yoldaşı da Cinayət Prosessual Məcəlləsində yalnız orada maraqlı bir məsələdir ki, mən hesab edirəm ki, qanunda ona görə qeyd olunub ki, yəni tərəflərdən artıq biri yoxdursa, vəfat eləyibsə, həyat yoldaşı anlayışı ona görə verilir ki, artıq tərəf yoxdursa, aktiv nicah münasibəti də yoxdur. Aha, bəli. Yəni aktiv nicah münasibətində ər-arvad
Və bilmirəm indi təbii ki, o təşəbbüs, təklif varsa qanunvericiliyində onun bizim qanunvericilik hakimiyyəti var, məclis var, ona baxar. Amma məntiqlə yanaşanda belədir də. Yəni o dəyişdiriləsi olsa, bir dənə belə deyək, konstitusiyada da dəyişiklik olmalı. Konstitusiyada dəyişikliyə müvafiq şərtlərlə var, qaydalar var, yəni qanunda tələblər var, əlavələr var, dəyişdirilməsi var, referendum keçirilməsi məsələləri var. Yəni bu qanunvericilik təşkilatının, orqanının səlahiyyətinin olan məsələdir. Mən amma sırf qanunumuzda olan məsələlərlə bağlı bir müsahibə verdim. Çox önəmli bir məsələ var ki, siz bizim qanunvericilikdə, yəni qeyd etdiyim kimi, belə deyək, kişinin həyat yoldaşı, qadını arvad adlanır. Yəni arvad anlayışı, qanun bir nicahı qəbul edir, bizdə çox nicahlı qəbul edir. Məsələn, orada da qeyd eləmişəm mən, biz deyək ki, müxtəlif ölkələrdə, xarici ölkələrdə, elə ölkələr var ki, məsələn, orada qanunla icazə verir. Orada yəni bir kişinin çox xanımı ola bilər, amma qanunla arvadı bir olur. Nicah münasibəti. Maraqlıdır. Vüsal bəy, bir mərhələyə gəldik. Burada məndə bu bütün qonaqlara bu suallar verilir. Konkret suallar və konkret cavablar. Ən çox sevdiyiniz bəstəkar varmı? Bu suala özümə məxsus formada cavab vermək istəyərdim. Musiqi elə bir belə deyək, məsələdir ki, yəni bəzən görürsən ki, insan olduğu situasiyada, yəni qəmgin ola bilərsən, kədərli ola bilərsən və yaxud əhval-ruhiyyən yaxşı ola bilər və yaxud təəccüblü ola bilərsən. Həmən situasiyada bir musiqini dinləyirsən və o musiqi sənə bir xatirə kimi qalır. Məlhəm olur həm də. Həm xoşuna gəlir, həm məlhəm olur və o situasiyaya görə o musiqini sən heç bir zaman unutmursan. Məsələn, o qədər olub ki, məsələn, deyək ki, radioda, televizorda musiqi eşitmişik, amma diqqətimizi çəkmirik. Amma hansısa bir situasiyada o musiqini təkrar eşidirsən və o səndə xatirə olaraq qalır. Həmən xatirələr oyanır. Mən bütün bizim milli musiqiləri təbii ki, çox xoşlayıram, xüsusən də onları dinləyirəm. Müəyyən xarici ölkələrə məxsus yalnız soundtracklər mənim maraqlı olur. Və bugün, belə deyək, son günlərdə mənim ən çox bəyəndiyim və mənim diqqətimdə qalan bizim filmin bəstəkarı Emin Kara. O filmdə musiqiləri, soundtrackləri, mən ona sadəcə hadisəni, ssenarini danışdım, bildirdim və o öz formatında, belə deyək, özünə məxsus bir musiqi soundtrackləri hazırladı, hətta klip də var. Çox gözəl idi, elə çox adam deyir ki... Ona görə mən bu dəqiqə belə deyək, ən sonuncu bəyəndiyim, dinlədiyim onun musiqilərdir. Hətta orada o soundtrackin ifası da, o xanım çox yaxşı ifa edib. Xəzərin sahilində. Çox gözəldir, orada sözləri də özləri yazmışdılar. Mən çox bəyəndim onu. Yəni, orada mənim onlara hər hansısa bir xüsusi istiqamətim də olur. Sadəcə hadisəni danışdım ki, belə hadisədir və buna uyğun bir soundtrack hazırlasınlar. Sağ olsunlar, gözəl musiqi hazırladılar, bəstələdilər. Kimin əlində? Xəzər sahilində bir qız ağlayır, həqiqət lal olub haqqı saxlayır. Dəniz dalğasından söz soraqlayır, hakim ədaləti necə saxlayır. Ən çox sevdiyiniz film? İstintaq ola bilər? İstintaq filmi qeyd elədiyiniz kimi. Ən çox sevdiyiniz aktyor? Bu sırf Azərbaycan yox, dünyəvi aktyorlar da ola bilər. Zövq məsələsidir burada təbii ki. Deyərdim ki, uşaqlıqdan baxdığım, bəyəndiyim filmlərdən hər zaman təkrar baxanda da belə yorulmadığımız, təbii ki, çox aktyorlar var, amma xüsusi uşaqlıqla bağlı, belə deyək, az yaşlı vaxtlardan bəyəndiyimiz Türklərin bir aktyoru var, Kəmal Sunal. Yəni, hansı ki, Şaban filmləri. Bəli, 3 iyul onun anım günü idi. Allah rəhmət eləsin, onu çox bəyənirəm. Özdə mən həmişə deyirəm ki, o Şabanın ola bilər ki, ilk filmlərində biraz zəif filmlər ola bilər, amma onun çox gözəl filmlərdə mesajlar var. Və onun son filmləri ümumiyyətlə çox gözəl filmlərdir və orada artıq Şaban kifayət qədər təkmilləşmiş, düşündürən adamdır orada. Çox gözəl filmləri var və onun hansını deyim, Yoxsul filmi var, mən çox sevirəm. Sonra onun Dütdürü Dünya, o qədər məna var o filmdə. Çox gözəl filmləri var. Təkrar baxanda da insan yorulur. Bəli. Sevdiyiniz yazıcı və yaxud şair varmı? Seyran Səxavəti sevirəm. Seyran mənim salamlayırıq. Bəli, biz bir neçə Vüsal bəylə Seyran mənimlə görüşmüşük, maraqlı söhbətlərimiz olub. Və o da bu
filmə xeyir-dua verənlərdən və romana deyək. Romanı o da oxumuşdu və mən bilirəm ki, Seyran müəllim hər şey çox bəyənən adam deyil və bu məsələdə ki, Vüsal müəllimin o romanı ona təqdim olunmuşdu. Sonra mənim onunla söhbətim olub. O deyir ki, mən gözləməzdim belə bir nəticə və çox böyük bir zövqlə oxumuşam. Çünki deyir, adətən məndə hər yazını da oxuya bilmir də. Evet. Amma çox tərifliyib həmişə Sağ bunu. olsun. Evet. Ömrü uzun olsun. Bir kəlmə ilə desək, dostluq nədir sizin üçün? Dostluq, etibar, Vətən nədir? vətən, ana. Azadlıq nədir? Azadlıq, hüzur. Xoşbəxtlik nədir və yaxud xoşbəxtlik nədədir? Xoşbəxtlik ani bir hissdir. İnsanın ən çətin, ən çıxılmaz və yaxud da ki, Aha. ən qəliz bir vəziyyətdə dərindən o nəfəs alır. Bəli. Bax, o xoşbəxtlik hissidir. İndi ümumi anlayış kimi də bunu qeyd eləmək olur ki, məsələn, xoşbəxt həyat tərzi, xoşbəxt fəaliyyət. Amma mən hesab edirəm ki, o ani bir hissdir. Ən çox həyatda reallaşan və reallaşmayan arzularınız varmı? Bu gün üçün düşünmürəm ki, elə bir xüsusi arzum olsun ki, mən hansı ki, illərlə onun üstündə əziyyət çəkmişəm, amma reallaşdıra bilməmişəm. Demək olar ki, bütün arzularıma da çatmışam, istəklərimə də nail olmuşam və bu da məni bu gün sevindirir təbii ki. Nə zamansa şəxsi həyatda və iş həyatında belə boşluğa düşmüsünüz? Bilirsiniz, çox olub. İstər bu peşəkar fəaliyyətlə bağlı olub, istər belə deyək, tələbəlik vaxtlarda olub. Ola bilər, çox olub belə. Çətinliklər çox olub. Yəni Hər şey asan deməyə gəlmir. yox, bəli, mən monoton həyat tərzi yaşamamışam heç bir zaman. Həmişə çətinliklər olub və o çətinliklər də həyatı maraqlı eləyən elə oldu. Mən hesab edirəm ki, həyatda ən dəyərli nüans təcrübədir. İnsan təcrübə əldə etmək üçün çox şeylər itirir. Yəni çox əziyyətlər çəkir. Bu çətinliklər də təbii ki, təcrübə əldə olunmasına nail olur ki, və o təcrübə sən əldə etdikdən sonra artıq kimlərəsə də məsləhət verə bilərsən, düzgün seçim, düzgün qərar qəbul olunmasına kömək edə bilərsən. Həyatı planlı şəkildə yaşamaq lazımdır, yoxsa öz axarına buraxmaq lazımdır? Yox, mən həyatda müəyyən prinsiplər seçib, öz həyatımı prinsiplərə uyğunlaşdırıb yaşayan adamım. Planlı demək olar. Bəli, planlı şəkildə. Öz axarına buraxmaq olmaz. Əla. Filmlərdə və yaxud kitablarda sevdiyiniz janr? Çox, məsəl üçün, detektiv janrında mən filmlərə falan baxmışam. Onu gəlin belə bir cavab vereyim. Biz indi elə aktyorlar var, yəni xoşlayırsan, bəyənirsən, sevirsən. Mən bilmirəm həyatdadır ya yox. Leonid Kanevski var. Kanevski. Brilliant əl. Hə, o Həyatdadır. Rusiyada deməli NTV kanalında onun bir verilişi var idi. Следствие veli verilişi. Bəli, baxmışam. Mən onu çox xoşlayırdım, ona baxırdım. Araşdırmalar, cinayət. Bəli, araşdırmalar, cinayət xarakterli araşdırmalar və bir növ sənədli film idi. Sənədli filmlərin, olmuş hadisələrin sənədli filmin hazırlayırdı. Silsilə formada davam edirdi. Bəli. Baxmışam. Burada bir nüans da yadıma düşdü. Bizim elə bax bu filmin məsələsində. Mən bir növ bizim yazdığımız ssenari, roman və çəkdiyimiz film sənədli filmin bədii film variantıdır. Bəli. Yəni biz bu formatda onu qeyd eləmişik, çəkmişik. Bu yaxında şəhərə gəldi. O necə ki o filmdə yıxılmışdı o məqamı yenidən canlandırıb neçə ildən sonra. Evet. Qadınlarda qiymətləndirdiyiniz ən vacib keyfiyyətlər? Sədaqət, Bəs kişilərdə? şərəf və ləyaqət. Həyatda ən çox təəssüfləndiyiniz məqam varmı? Xüsusi bir yadda qalan bir məsələ yoxdur, ancaq belə bir misal çəkmək istəyərdim. Bu dünya milyonçularından Rockefeller adlı, yəni söhbət yaşlı Rockefeller'dən gedir, 1920-ci illərdə falan. Onun 11 prinsipi var. Mən bir dəfə onu oxumuşdum, çox xoşuma gəlmişdi. O prinsiplərdən birisində qeyd edir ki, çalışın gəlirinizin il ərzində 10%-ını yardım eləyin. Ancaq ki, sizdən yardım, kömək istəyənə yox, sizin etmək istədiyiniz adama edin. Mən onu ilk dəfə oxuyanda çox da anlamamışdım ki, bu nə deməkdir ki, belə. Məsələn, gün ərzində bizim çox yardım, köməklik istəyən adamlar ola bilər. Bu adam ailə üzvü də ola bilər, qohumda, kənar adamda, iş yoldaşı da falan.
Sonradan mənə aydın oldu ki, və mən dərk elədim onu, bu nə deməkdir? Bilirsiniz, biri var, kimsə sizdən kömək istəyir, siz o köməkliyi onu eləyirsiniz. Ancaq o insan sonra sizə qarşı münasibət dəyişəndə bu sizə çox pis təsir edir. Və bu günümüzdə belə hallar çox ola bilər və fikirləşsən ki, və vaxtında mən buna köməklik elədim, gərək etməzdim. Biri də var ki, siz özünüz istəyirsiniz o adama köməklik eləmək və onun etdiyiniz köməklik, o sabah sizə münasibətini dəyişsə də belə, o sizə pis təsir eləməyəcək. Siz, bəli, Çünki özünüz istəyib eləmişsiniz. maraqlıdır. Ona görə də bu birinci çəkdiyim, yəni sual belə deyək, birinci çəkdiyim hissədə olub, təəssüfləndiyim məqamlar çox olub. Həyatda ən çox nədən qorxursunuz ya qorxmusunuz? Belə bir sual qoyuyorum. Xüsusi bir qorxacağım bir nüans yoxdur. Sadəcə bizim cəmiyyətdə belə bir söz var. Yəni günahsız yerə bir atılan şər olur. Kimsə sənə heç aidiyyatı yoxdur, sənin heç xəbərin yoxdur. Kimsə yalandan sənin adından nəsə söz çıxardır və onu ləkələməyə çalışır. Bax belə şeylərdən qorxuram mən. Məşhur Sovet aktrisası var, Alisa Freundlich. Onun belə bir fikri var. Hörmət, dostluq və ehtiras bu üç şeyin cəmi sevgini yaradır. Bunun biri olmayanda sevgi də olmur. Hörmət, dostluq və ehtiras. Buna əlavə eləmək lazımdır, yoxsa elə bu üç element kifayət edir? Yox, indi o subyektiv fikirdir. Yəni, məsələn, əsl sevgidə ehtiras anlayışı olmamalıdır. Sevgi müxtəlifdir. Yəni, qadına sevgi var, anaya var, evlada var, vətənə var, nə bilim, öz peşənə var. Bu, amma qadın-kişi münasibətində də əsl sevgidə ehtiras öndə olmur. Bəli. Ona görə də elə pərdələr var ki, o pərdələr dərhal götürülməlidir. Amma elə pərdələr var ki, ömür boyu qalmalıdır. Müəyyən cümlələr deyəcəm, amma fikrin sonluğunu tamamlamaq lazımdır. Olar. Yoxlayaq. Əgər müharibələr olmasaydı, insanlar gözəl firavan yaşayardı. Yaşamaq ona görə lazımdır ki, Həyatda özündən sonra yaxşı iz qoya biləsin. mədəniyyət, ədəbiyyat ona görə lazımdır ki, İnsan təfəkkürü formalaşsın. gözəl. Həyatın müəyyən məqamlarında anladım ki, Düz yaşamaq elə ən gözəldir. əla. İnsan kamilliyə yetişmək üçün Çox əziyyət çəkir, çox çətinliklər görür. ən çox sevdiyiniz və sevmədiyiniz söz. Və bu sözə xoşunuz gəlir, bu sözə nifrət edirsiniz. Düşünməmişim o barədə. Həmişə belə deyək, situasiyanın özünü dəyərləndirməyə xoşlamışam. Yəni qarşımıza çıxan hansısa situasiya varsa, çətinlik mi ola bilər bu, yaxşı bir hal da ola bilər, onu dəyərləndirməyə çalışmışam. Belə bir söz xüsusi bir yox. Əgər sən ədalətli adamsansa, Mən çox maraqlı bir məsələni deyəcəm. Deməli, mən bu yaxınlarda, bu yaxınlarda keçən il idi təxminən, mən Daşkənd şəhərində idim, Özbəkistanın paytaxtı. Orada Əmir Teymurun muzeyi var. Orada çox mənim diqqətimi çəkən bir məsələ vardı. Orada qeyd eləyir ki, Əmir Teymurun sözüdür, yazır ki, güc ədalətdədir. Mənim o çox diqqətimi çəkdi, hətta onun şəklini də çəkmişdim. Və düşündüm ki, doğrudan da əgər ədalətli insansansa, sən hər zaman güclü olacaqsan. Gözəl. Məqamında dediniz onu. Mən insanlıqdan bir şey tələb edərdim. Yaxşı sözlər çoxdur da. Dürüstlük var, səmimiyyət var, halal olsunlar, ədalətli olsunlar, şərəfli olsunlar. Ümid hələ ölməyib, ona görə ki, İnsan yaşayırsa, həmişə ümid var. Əgər ürəyin döyünürsə sinəndə hələ də ümid var. Mən o adamlara həsəd aparıram ki, ömür boyu olmuyor ki, mən kiməsə baxım həsəd aparım. Yox, özümün də müqayisə olunmamış və xoşlamamışam ki, mən kiməsə müqayisə olunmamışam. Bəzən görürsünüz, ailələrdə valideynlər deyir, filan kəsin uşağı, nə bilim, filan kəsin oğlu belə elədi. Mən o müqayisəni heç vaxt qəbul eləməmişəm. Niyə? Müqayisə olunursansa, sən tərəzinin gözünə qoyulmalısan və tərəzinin gözünə qoyulanda da sən aşağı da düşə bilərsən, qalxa da bilərsən. Aşağı düşmək riski varsa, niyə müqayisə olmasın? Gözəl cavabdır. Bir daha dünyaya gəlmək şansım olsaydı bu dəfə... Elə indi necə yaşamışamsa, orada yaşayardım. Yaxşı. İlk dəfə bunu etiraf edəcəm. Həmişə çalışmışam həyatı elə yaşayım ki, başımı,
yastığa qoyanda vicdan əzabı çəkmir. Həyatda məni xoşbəxt edən yeganə şey Çox nüanslar var, çox şeylər var. Məsələn, birincisi ailə, evladlar. İkincisi gözəl, müstəqil, firavan dövlətdə yaşayırıq. Qanuni dövlətdə yaşayırıq. Məsələn, üçüncüsü torpaqlarımızı da azad eləmişik, artıq bu gün oraya rahat gedə bilirik. Bəli. Və eyni zamanda da dünyada biz bir adımızı bərpa eləmişik. Yəni istənilən ölkədə artıq Azərbaycan vətəndaşı, biz qalib bir ölkənin vətəndaşı kimi özümüzü belə fəxr edirik. Yəni çox nüanslar var. Bugünkü gün məsələn mən eyni zamanda həm də fəxr edirəm ki, mən bu gün vəkiləm, müdafiəçiyəm və müəyyən bir təcrübə əldə eləmişəm. Vaxtı ikən işlədiyim vaxtı, hüquqşünas kimi fəaliyyət göstərdiyim vaxtı və bu gün hansısa insanların köməyində dura bilirəmsə, onların xeyrində məhkəmə qərarları əldə edə bilirəmsə, nail oluramsa o işləri, bu əlbəttə ki, sevindirici. Yəni bu məsələlər hamısı yəni sadalanacaqsa sadalanacaq biləcək məsələlər də var təbii ki. Həyat nədir? Mən hesab edirəm ki, hər bir insanın həyatda öz missiyası var və o missiyanı bitirmədikcə bu dünyanı tərk etməyəcəksən. Yəni, o missiyanı da həyata keçirmək üçün sən öz imkanlarından istifadə etməlisən. Məsələn, bu mənim deyək ki, mənim missiyam mənə müraciət edən şəxslərlə mən müqavilə bağlayıram, onların hüquqlarını müdafiə edirəm və əgər müsbət nəticə əldə edirəmsə, mənim onun həyatındakı missiyam bu idi. Və yaxud da ki, monoton həyat tərzi yaşayıram, heç nə mənə maraqlı deyil, heç bir məsələyə fikir bildirmirəm və artıq missiyasız birisiyəm. Ölüm nədir bəs sizin üçün? Ölüm anlayışı. Ölüm istirahətdir. Gözəl cavabdır və son söz olaraq belə deyək, bu tövsiyə xarakteri daşıyır. Ümumiyyətlə gənc nəsillərə hansı bir tövsiyəniz olardı? Bilirsiniz, bir hüquqşünas kimi cavab vermək istəyirəm buna. Təbii. Məsələn, ən həmişə mənim çox pisimə gələn, yəni pis qəbul elədiyim məsələ özündən başqasını düşünmədən addım atılan məsələlərdir. Yəni sən həyatı gözəl yaşa, istədiyin kimi yaşa, nə cür istəsən elə yaşa. Qırmızı xətt başqasının hüquqlarını pozana dəkdir. O qırmızı xətti keçməmək şərtinə. Bu qırmızı xətti keçməyəcəyin təqdirdə sənin nə cür sən həyatın yaşamağın heç kimə maraqlıdır. Ancaq sənin yaşadığın həyat tərzi və ya fəaliyyətin başqalarının hüquqlarını pozursa, başqalarına mənfi təsir göstərirsə, orada artıq dayanmalısan. Mənim tövsiyəm ancaq o olardı ki, heç kimin hüquqları pozulmasın, heç kimə maneçilik törədilməsin. Elə yol seçmək lazımdır ki, şərəfli və ləyaqətli həyat yaşaya biləsən, eyni zamanda da xüsusi bir halda özünə məxsus öz dəsti xəttin olsun. Gözəl. Çox gözəl, Vüsal Cəbrayıloğlu ilə çox gözəl bizim səmimi söhbətlərimiz alındı. Gözlədiyimdən daha çox maraqlı keçdi mənə gəlir veriliş və sonda bir ənənə olaraq bir-birimizə hədiyyə verməliyik. Mənim sizə hədiyyəm öz müəllif kitabımdır. Ənvər Həsənovun xatirələri, bizim görkəmli aktyorumuz, uşaqlığın son gecəsi, 7 oğul istərəm və s. Və bunu həm də ona görə hədiyyə edirəm sizə ki, bu insanın taleyində də sizin sahə ilə bağlı çox məqamlar var və o demək sahəyə çox yaxınlığı var. Yəni o da Ənvər müəllimin ikinci peşəsidir, gizli peşəsidir. Bir çox adamlar bunu bilmirlər. Bu kitabda da onunla bağlı cüzi məqamlar var. Mən bunu sizə hədiyyə edirəm. Çox sağ olun, minnətdaram. Siz mənə kitab hədiyyə etdiyiniz üçün mən də düşünürəm ki, mən də öz kitabımı sizə hədiyyə edeyim. Hansı ki biz bu gün bu romana toxunduq. Ölümün bəxş etdiyi Həyat adlı romandır. Təşəkkür edirəm. Çox sağ olun. Vüsal bəy, çox gözəl müsahibə idiniz. Mənim çox xoşuma gəldi bu bizim verilişimiz. Təşəkkürümü bildirirəm sizə. Çox sağ olun. Mən sizə təşəkkür edirəm hər şey üçün. Çox sağ olun. Sağ olun.